gözəl nəticəmiz var. İstəyərdim bu dəfə mən yox, pasiyentimiz danışsın. İzniniz düşmüş, təəssüratınız. Təəssüratlarım çox gözəldir. Yəni, yanımıza gələndə 3 kilo artığım var idi, amma kifayət qədər qarın bel bölgəm böyük idi. Hal-hazırda nəticəmi özüm də çox sevinirəm. Bel xəttim 79-dan 70-ə enib, qarın 87-dən 78-ə enib. Bundan da yaxşı daha nə ola bilər? Ay canım mən. Yəni ortada 10 cm biri, 9 cm biri dəyişim var. Yəni işte bu, biz bu diyetanı işləyirdik. Yəni, bir də kilonuzu deyin. Kilom 53 kilodan da 50-yə enmişdir. Yəni bu həmin o pasiyentdir ki, bir dənə story çəkmişdik. Məhz 3 kilo sadəcə arıqlamalıydıq. Amma 3 kiloya rəğmən 10 cm bel incəlməlidir. Dediyimi etdim, düzdür Səmə xanım? Demək, biz nəyi deyiriksə, hansı selülitin də müalicəsi, ChatGPT deyir ki, selülitin müalicəsi yox, amma biz bunu edirik. Nə deyiriksə, o axırda olur. Gözəl pasiyentlərimdir, heyf yüzlərini çəkə bilmirəm, yalnız məni görürsünüz, amma onların səsini eşitirsiniz. Nə danışdıq indi və lokal arıqlama baxın, mümkündür. Yəni, kilonu çox aparmadan məhz özəlliklə bel incəltmə. Yəni, xanım onun üçün müraciət eləmişdi. Bir də selülit dərəcəsi var idi. Neçənci dərəcə müəyyənləşdirmişdim sizdə? Desən, 2-ci dərəcə selülit müəyyənləşdirmişdi ki, onun da müalicəsini edirik. Onun haqqında da danışacağım sizə və xanım detoks IV-mizi götürüb, dəmirini artırmışıq, digərində əzələ dəstəyini edirik və ortalama neçə ay elədiniz diyetanı? 3 həftə. 3 həftə, heç bir ay deyil diyetamız. Yalnız 3 həftəyə 10 cm bel arıqlamışıq, qarın arıqlamışıq, 10 və 9 cm. Yəni bu mükəmməl bir göstəricidir, baxın, mümkündür. Və əsas onu deyirəm, Səmə xanım, siz deyin, əzələ itməyib ki, yəni bu qədər bel incələmədə boşalma hiss etmirsiniz. Bərk qarın, bərk bel görür.